İnsan başqa diri insana deyə bilər, mənim üçün dua et. Bu icazəlidir. Amma İbn Teymiyyə rahimehullah buyurur ki, bu da bəyənilmir, yaxşı deyil. Nəyə görə? Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin böyük sahabələri Peyğəmbər sallallahu aleyhi və səlləmdən heç nə istəməzdilər, hətta duada. Hətta duada istəməzdilər. Və bu da onu bildirir ki, yəni istəmək, demək ki, mən üçün dua elə icazəlidir, haram deyil, amma yaxşı deyil. Bəzi rəvayətlər gəlir ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, mən üçün dua elə, burada alimlər yenə onun izahında gətirirlər ki, onun faydalanması üçün demək olar. Yəni insan başqasına deyir ki, mənim üçün dua et, amma niyyəti, məqsədi odur ki, o insan, dua edən insan özü savab qazansın. Niyyəti belə olduğu halda deyə bilər. Yoxsa mənim üçün dua et, yəni özü faydalansın, duanı tələb edən insan özü faydalanması üçün başqasından dua edərsə, bu bəyənilmir. Amma deyirsə ki, mənim üçün dua et, məqsədi o insanın özü faydalansın deyə olarsa, onda bir problem yoxdur.